Özündən sonra bir əsər qoy ki, faydalı bir elm. O elm ki, ondan insanlar faydalanır. Şəriət elmləri. Bax, indi hədis oxuyuruq. Kimdən rivayət olunur? Əbu Hüreyrədən. Düzdür, qardaş. Kitaba salan kimdir? Deyək ki, İmam Müslimdir. Əbu Hüreyrəyə qədər isnadda ravilər var. Fayda elm qoyub getdilər, qardaşım. Qiyamət qədər oxudunuz, hər bir savab qazanır. Təbii ki, ən başa duran Peyğəmbər sallallahu aleyhi və səlləm heç o aydın məsələ. Qiyamətə qədər bütün nə əməlimiz var, salih əməllər, hamısı onun payı var. İndi deyək ki, ondan aşağı olan bizlər. Əbu Hüreyrə rivayət elədi. Sənədində ravilər var, çatdırdılar. İmam Müslim kitaba saldı. İndiyənə qədər oxuyuruq. Gör nə qədər savab qazandılar. Faydalı elm qoydusa qoymadı, qardaş. Deməli, bu hədisi götürüb. Kimsə əməl eləsə, Allahu Akbar, yenə savab qazanır. Faydalı elm. İmam Buxari, İmam Müslim, hədis alimləri, şəriət alimləri gör nə qədər savab qazanırlar yazdıkları kitablar sayəsində, qoyub getdi elm sayəsində. Biz də bunu eləyə bilərik. Ən azından necə, qardaşım, bu faydalı elm yaymaqla. Qardaş, dərsləri yayıb paylaşmaq lazımdır. Qulaq assın, paylaş, qoy başqalar eşitsin. Faydalı elmi yaymaqdır. Belə də savab qazanmaq olur. Dərsi keçdi, sən paylaşdın. Bir məqalə yazıblar, sən paylaş. Yəni hamımız savab qazanaq. Yəni bu fayda elmdən hamımız savab qazana bilərik. Deyək, laf mən keçdim, atdım, YouTube'a qoydum. Qalıb YouTube'a. Kim baxacaq, inşallah ki, mənə savab. Sən paylaşsan, sənə azab. Niyə faydanın yayılmasında səbəbkarsan? Madəm kitab yaza bilmirik, dərs hazırlayıb təqdim edə bilmirik, heç olmasa bunu yayaq belə savab qazanaq da, qardaşım. Sən paylaşsan, yaysan, kim qulaq atsa, kim faydalansa, vallahi sənə də xeyirdir. Sən də nə qədər savab qazanmış olursan.